Salam, kanalıma videoma hoş gelmişsiniz. Bugün sizlerle birlikte makyaj masama toparlama videosu çekirik. Bu benim ilk YouTube videomdu. Yani ne hisler keçirəm özüm də bilmirəm. Çünki çox vaxt video effektlə çəkdiyim üçün, yəni bu dəqiqə sıfır effektlə necə olacaq heç bir fikrim yoxdur. Yəni özümə çəkinsə gələnə biraz utana bilərəm. Bu da mənim ilk videom olduğu üçün məncə görməzdən gələ bilərsiniz. Mən çox danışmadan keçək videomuza, çünki həm makyaj masası böyüdü, həm də iş çoxdur. Demək ilk bu seyirtmədən başlayaq. Belə bir dağınıqlar siz uzağa alın ki, buranı tam görə biləsiniz. Bunları ilk öncə toparlayaq. Bu arada çoxdandan bu videonu çəkmək istəyirdim, amma bir türlü vaxt tapa bilmirdim və telefonumu sabitləyəcək bir yerim yoxdur. Telefon falan aldıqdan sonra böyle çəkeyim. Bunların içini sadə bir nəmsaftıqayla siləcəm. Çünki yəni sadə tozlanır. Qırağındakı deformlara fikir verməyin, çünki bu makyaj masası bir dəfə səhv gəldiyi üçün və sonradan düzəldildiyi üçün bəzi ətrafında deformlar var. Onu da görməzdən gələrsiniz deyə düşünürəm. Bu arada təkcə nəmsaftıqayla silib saxlamıram, çünki belə meyvələr sonra şişirlər. Yəni birinizdən dərs aldım. Bu dəfə ona görə işləyirəm. Belə. Bu yəni almışam keçən il yayından bəri məndə var. Amma toplasaz bir dəfə istifadə etmişəm, o da toya istifadə etmişəm pəmbə paltarımdan. Yəni çox istifadə etdiyim söylənəməz, amma qıymıram da yəni. Niyə atdım ki? Böyle bir tenim var. Bu güzeldi yani. Bu arada bu Temu'dandı, bu da Temu'dandı bu arada. Bu da Trendyol'dandı. Bunu çok iyiymişim. Bir tek aradan istifadə etmişim. Qan renkləri aldığı içində qalıb. Burada böyle bir nude teni var. Bunu çok xoşduram. Yəni bundan istifadə etmişəm. Amma çölə çıxan nadir hallarda. Və mən tenlərimi süsləməyi sevmirəm. Çünki sonra nəyim var, nəyim olmadığını görmürəm. Sonra böyle bir bronzerlarım var. Marka takıntısı olanlar məncə keçsinlər, çünki mənim marka takıntım yoxdur. Siz biraz daha yüksək ala bilsəydim. Belə iki dənə, belə, bir də belə ağlı. Əslində bronzer kimi, amma bronzerdan istifadə eləmirəm mən çox. Bronzer istifadə edəndə bunu istifadə edirəm. Bunu xoşlayıram. Mənim üzüm açıq rəngdir, çamur kimi qalır çox bronzerlar. Keçək pudralara. Bunu Temu'dan almışam, mor pudra, bunu sevirəm. Yəni, bunu xoşlayıram. Burada mənim görünəcək yoxsa, axırda göstərəm. Belə də bir pudram var, Fit Me, amma uşaq pudrası var içində. Belə də bir pudram var. Bəzən qutularda saxlayıram, çünki sizə toz məsələ qutuda qalanı daha yaxşı olur, çünki harsızda da gedəndə qutu lazım olur. Belə bir pudradır. Flormarın. Amma geçəndir yəni. Yoxlamışam, yəni pis deyil. Sonra highlighterlarım var belə. Bu aksesuar aləmdəndir. Bunu açmaq dışında çox qəşəngdir, yəni. Baxın. Swatchlar. Mesela wow dərsi bir highlighter deyil. Mən çox belə highlightlar daha çox sevirəm. Belə daha abartılar çox da xoşuma gəlmir. Baxın. Bu daha çox parıldayır bundansa. Amma deyim ki, mən çox da belə highlighter istifadə edəmirəm. Çox vaxt olmamışam. Belə bir ten paletim var. Mənim ilk ten paletlərimdən falan ola bilər. Amma sevirəm içindəki rəngləri, yəni digərlərinə nisbətən. Belə bir met şey var. Teni. Bu da çox gözəldir, amma yəni tenlərə çox əlim gedir, amma çox var. Çünki olmasını sevirəm. Bu çox gözəl bir şeydir. Yəni bunun içində həm kontur, həm kapatıcı, həm də allıq var. Yəni bu çox kompakt bir üründür. Yəni bunu hər yerdə istifadə edirsiniz. Mən bunu istifadə etmişəm, amma ən çox düzmə getdiyi söylənilməz açıq tenlər məncə bunu bir daha açıq rənglərlə. Çünki açıq rəngi də var. Açını dəyişdirdim, deməyə daha çox xoşunuza gələr. Sonra belə bir kiçik bir tenim var. Parmağımı da yarıda kəsmişəm. Belə bir ten. Aha. Belə bir məhsul var. Bu tam kompakt bir üründür. Yəni at sonra yəni get istifadə elə belə bir üründür. Bunu da çox xoşlayıram. Bu da kompakt bir üründür. Məsələn, ağ, qara, biraz bol göz makyajında həqiqətən çox gözəl olur da. Belə bir allıqım var. Çox istifadə etmirəm. Elədiyim qədər eləmişəm zaten. Belə bir pudram var. Belə. Atmaya da kıyamıyorum. Son paletimiz də budur. İçində highlighter paleti. İçində geçən. Bu ikisini çox istifadə etmişəm. Bunlarda makyaj elədiyim falan. Bura belədir. Bura sildik, düzənlədik. Bura bitdi. Buranın içini sizə belə göstərim. Yəni qısaca yəni düzənlid də. Baxın. Hər şey pudralar, highlighterlar, tenlər, hər şey kompakt yerindədirlər. İndi bura bir dəqiqə. Bağlayaq. Keçək alt qismə. Bunu biraz aşağı eləyim. Bura biraz dağınıqdır. Çünki buranı da istifadə edirəm. Burada sponsordur. Sponsorumu atım içine. Görün başka varsa burada onlardan koyun. Bu qədərdir, çünki yəni bunlar görünməsin. Bunlar çox kirli olurlar, çünki mən burada görünməsə daha yaxşı olaydı, qutuda qoyuram. Çox düzgün istifadə edən bir deyiləm, yəni almışam baxın.
Belə də qalıb. Buradakı istifadə etmişəm. Taxa bilməmişəm. Belə də burada qalıb. Burada da qalmaya davam edəcək. Bunu da bir də tualet istifadə etdim. İstifadə bilmədim. Kipiyi qıvıracağım. Qaşlamaq üçün belə bir şey var. Bu qaş darağıdır. Qırmızı pomada falan istifadə etmədiyim məhsulları bura qoyacağım. Bunun üçün bəzi məhsullara qoyacaq göstərməyə deyilmə. Çünki biraz köhnə məhsullardılar. Yine sponge çıxdı. Baxın bunları da çox istifadə eləmirəm. Bunları da bura qoyacağım. Tam vaxtımızda bunları çıxarayım. Buralar çox elə dodaq qələmlərdir. Hamısı dodaq qələmlərdir. Burada qarşıya hiçbir şey yoxdur. Bu sponjumuzu da bura qoyaq. Amma buranı məncə bir silək. Həmçinin buranı da silək. Arxadan səslər gələ bilər. Çünki normalda tək oluram evdə. Çünki anam işlə olur. Amma bugün anam da işlədir. Evdə bir curcuna var. Dediyim kimi quru ilə qurulamayı unutmayın makyaj masanında. Çünki sonra şişirir. Yəni o sonra düzəlmir də. Deməli burada az istifadə etdiyim kosmetikalarım var. Bunlar direkt buraya. Dodaq qələmlərimdir. Bunu da atacağım bura. Bunu da çox istifadə eləmirəm. Çünki hal-hazır istifadə eləməyim var. Baxın bu serumlardır. Bunlar serum yerinə gedə bilər. Yəni dodaq yerinin əlaqəsi yoxdur. Bu da qaş yerinə gedər onunla birlikdə. Dodaq qələmlərimi buradan yığın. Hələ ki 2 dənə tapdım. Yəni böyük mağazada. Burada belə dodaq qələmlərim var. Bu da sil qələmidir. Bu biraz quruyub. Ona görə çox istifadə eləmirəm. Yenisini almışam. Burada onları qoydum. Sponsorlar. Bir də kipriklərimi də qoydum. Tamamdır. Çox da bir şey ehtiyac yoxdur. Buranı da tamamladıq. Keçir bir alt qismə. Daha çox altlarını necə çəkəcəm bilmirəm. Amma çəkə bildiyim qədər yaxşı çəkməyə çalışıram. Biraz belə eləsəm. Deməli burada qulaq pampları, tonik və linzamın suyu var. Bunları yəni nə ilə verəm ki məsələn. Burada bazımdır. Bu ən sevdiyim bazımdır. Üzümə vururam. Keçən dəfə 5 saat kalem tıraş almışam. Buradaymış. Bu makyaj silən bir mendildir. Özümün halım olmayanda üzümü falan silməyə halım olmayanda bundan təmizləyirəm. Ona görə burada. Micellar suyum falan da buradadır. Bu diş fırçasıdır. Bu çölə də çıxanda özümün kompakt olur. Bu da üst təmizləmə jelimdir. Güneş kremi və tonik. Tonik isə burada deyil, burada olacaq. Çünki burada qarniyerin suyu gələcək. Bunu da yarısını qoymuşam buraya. Yenisini almalıyam. Neyse buranı bir silə yenə. Eləşdirək. Buraları çox da silinməli bir şeylər yoxdur. Düzəndən şeydə silinməli tozlar falan olmalı. Belə ıslaq mendilim buraya. Məsələn baxın. Burada bazım buradadır. Nemləndiricilərim buradadır. Hamısı çıxar buradan. Düzənlənməli var imiş. 2 dənə bazlarım. Bunu da bura qoyaq. Bu da krem. Bunlar lip balmlarım da var. Burada qalsın. Bunun altı sıxıb. Bir de Levmokol. Bunu da koyacağım. Ama bunu bir alt çekmeceye koyarak. Bu buradadır. Bunu koyak bura. Bu tonik zaten tonikler yan yana olsun ki. Bu kipli şeyler falan yan yana koyak. Ve cımbızımızı bura koyak. Ve kəsəmizi de bura koyuruq. Burada tamamlandı deyəsəm. Maskalarım var. Cırı maskalar görürsünüz. Tabii uzaqlaşdırmışım. Mənim əlimin yanını görürsünüz sizə. Belə bir maskalar var. Bunlar eləyirəm bu arada. Eləyə qədər eləyirəm. Pudra dedim ki mən uşaq pudrası bir yer özümə çox vururdum. Bu ondan qalmadı. Burada 2 dənə belə nemləndiricim var. Bunlar stok kimi bir şeydir. Bu stok yerində yer yoxdur deyə. Bunlar çatlaqlar üçün olan bir kremdir. Bu peelingdir. Bunu çox xoşduram bu arada. Onu önərirəm. Burada küçük kremlər falan filan var. Diş pastaları, kiçik toxular falan. Burada yine kremlərim falan filan. Bir dənə də belə nemləndiricim var. Bir dənə də belə göz maskam var. Bunların ligirlər burada yaxşı ama çıxaraq bunların da hamısını tozlanmışken alay. Çıxdı yəni nə alakadar eləyin. Burayla qurudayım. Başım gözlə kaldıracağım ama olsun. Gələcək bura. Sonra bu buraya gedəcək. Bu buraya gedəcək. Hətta bunlar tam maska sayılmaz. Bunlar da geçsin əli bu maskaların yanına. Bunlar da öz maskalarımdır. Belə öz maskalarım. Bunlar da buraya gələ bilər. Sonra bu kremlərimi də yatıraraq yine bura düzəcəm. Bunu da bura qoyaraq. Bunu stok bölümünə qoyacağım. Bunu stok bölümünə keçəcəyik. Burada belə oldu bu arada. Yine göstərilməz. Eyni düzəndir zaten. Sadəcə buranı sildiyi düzənlədir. Daha üst tərəfdə daha bu arada şey olmuşlar. Aslında alt tərəfdə çox da belə düzənlənici bir şey yoxdur. Göstərim sizə. Makyaj çantam da burada olur. Topladığım belə bir pamuklarım var. Süngərlərim var.
Kuru sabitkalarım var stokta. Yine bir makyaj çantasıdır. Stokladığım süngerim var. Pomadam var. Serumum var. Yani bu stok bölümümüzde xeyli bir şey var. Bu kremi de olacağım. Yani burada böyle bir şey yoktu. Böyle size göstereyim. Bakın burada rujlarım. Burada kapatıcılar ve konturlarım var. Yani biraz dağılıb güzeldir. Burada tujlarım da, yani bunlar da yine düzenlidir. Bunlar da tananilerim. Burada allıklarım. Bu tabi mutasyon olarak da əslində hamısı düzəndə var burada. Bunları təzə silmişdim de silməyəcəm. Burada bu glosslarım var. Burası belədir. Burada bir iki tane kosmetikam var. Tujumdur belə. Qoydum arxaya. Linerim də digər tərəfə. Tintimdir. Buraya gələcək. Kalem tıraş. Burada fontanel dura bilər. Başka da buralıq pomada. Kapatıcı. Bu kadar. Burada tamamdır. Aydı bakın burada eşyalar qaldı. Bu laf pambı zaten gecə makyaj maskelərimin yanına, makyaj silənlərimin yanına gedəcək. Sonra bu nemləndirici ilə nemləndiricilə yenə gedəcək. Bu bir dənə, hə bu da buraya gedəcək. Başka da hamısı fırçalı falandır. Bu da nemləndiricilərin yenə gedəcək. Bunu da saxlamışam. İndi gələk, keçək bura. İnşallah ki görərsiniz deyə ümid edirəm. Biraz şeylər məntiqsiz buradan olsun. Linçlər yersiniz. Baxın, görürsünüz deyə ümid edirəm. Burada mənim belə dodaq neydi? Göz qələmlərim, linerlərim falan var. Əli sonra üstünün qutusunda. Yapacaq bir şey yok. Burada yeni aldığım açkilərim var. Siz böyle yaxından göstərim sizə. Belə açkilərim var da burada. Biraz mutasyonu varsa burada. Bu açık burada dursun belki. Böyle. Burada sıkışmış olmasınlar. Burada yeni gece zılmasınlar diye koymuşum. Burada saatlerim var. Ben kutu var orada. Ama burada saatlerim var. Burada da böyle yine saat var. Yani bu yine düzenlidir. Burada hani tak toka bölümümdür. Beziyim size. Sekme düzünü bağlanan bu biraz çətini çəkəcəyik. Buradan belə bir dörtlü tokam var, taxıram. Burada küçük tokalarım var. Baxın belə lotuslu tokalar, lotusun sarısı, belə sıkılı broşka, ya belə sıkılı broşkalar var. Broşka çox sevirəm bu arada. Broşka sevgim mənim sorğulamayın. Baxın burada iki tane toka buldum. Rezin tapdım yani. Bunları atıram bura. Yine belə bir broşkadır, burada küçük broşkadır. Bunlar da yanlar. Hatta başımda da bir küçük tokalarım var. Bunlar da əslində düzənlidir. Niyə çəkirəm bilmirəm. Belə sorğulayacaqsınız ama əslində yalnız siləcəkdim. Burada silməyə ehtiyac yoxdur. Çünki buraları da silmişdim zaten. Burada tamamla. Burada da iki tane tokam var. Yine onları da atıram. Çünki zaten üstünü də düzənəcək. Üstü bərbad gündədir. İndi buranı açıram. Baxın, buraya biraz neyse de. Yəni burası batıqdır bura. Biraz yaxınlaşdıraq. Bu inşallah bir yerdə qalsa. Aha. Buranı sorğulamayın. Burada linzalarım var belə. Gözlərim zəif olduğu üçün taxıram bu arada soruşanlar üçün. Saç sürücüləri var. Mən silik ban yapmayı çok severim. Saç sürücüsünü. Bir de kuru saçım falan filan var. Ehtiyac üçün. Bu deyəcək sikdən mən saçdan bəzi yağlandı saçım pudra vururam. Onu da bundan uygulayıram. Qollarını böyle bir şey aşı olmasın diye. Buna da pudra var, saç pudrası. Burada saç spreyler var, saç spreyi, saç südü falan, saç muzu, Rexona falan var burada. Bunlar da burada yaxşı idi. Burası bunun yanına, bunun içində də biberiye doldurmuşam. Bunlar ilə burada məncə yaxşı idi. Jelen də ağzına qoyaq. Burada. Sonra bunları da elə burada arxaya sıxışdıraq. Çox da arxaya gelməsə ki, bunları görüm də, yəni. Gəlin bu istifadə edilməyəm. Linzamın kutuları da gelsin bura. Ve saç pudrasını da buraya koyacağım. Bunu da arkada görürsünüz ki kuru saçlar olan yanına koyacağım. Burada böyle. Burada gitti. Çok boş bir çekmece göstereceğim size. Bura. Bura ben neyin edirəm? Mən ağıl verim. Baxın, hamısı böyle bandanalar falan filan var. Bura neyin edirəm? Bura değməyəcəm. Çünki bəzi mutasyona uğraşılarda belə daraqlarım var. Yox, bir dənə darağım var. Onu da koyacağım bura. Geri kalanını inanın bilmirəm nə edəcəm. O da takılarım var bəzələrinin içində. Yəni burada biraz belə boş bir çəkməcədə. Alta gəlirik. Alt zaten boşdur. Bunun üstünə bir də dolduracağıq.
Deməli getirdim. İlk önce bu fenimi koyacağım. Ben saçım biraz qalın olduğu için diğer fenden hiç kurutmam. Ben normal fene kalıram yine. Sonra ufakta elədiyim şeyim var. Bu kutusu buraya yerleşen hemen. Bunu böyle soğuyayım görün. Bunu da buraya sıkıştırdım. Sonra böyle bir Dyson şapkası var bende. Temu'dan almışam bu arada dostlar. Bunu Temu'dan almışam. Bunu hele böyle koyacağım. Böyle doluyoruz. Bunu hele burada koyacağım. Bu iki tane buranları gördüğünüz gibi. Bir tane düz eləyən var böyle. Bir tane qurudan başlığıdır. Bir tane de böyle fön çeken başlığıdır. Bunları da koyayım. Sonra da bir tane fenimin burası var. Şimdi burada neler kaldı? Böyle bir Rexona kaldı. Bunu burada buraya koyacağım. Burada Rexonalarım var idi. Sonra tokalarım da açıram buranı. Yine toka. Siyah lastik tokalar. Onları da koydum. Tokalarım var. Bunun içine pamuklarım var. Pamuklarımı da koyuram. Burada artık temizleyeceğim. Buranın aslında bir şey fısfısını temizleyeceğim. Sadece yani bu neçə gündür təmizləmirəm və bu halı alıb buranı belə qəşəng təmizləyim. Bu birinci qalacaq əşyalar, sonra gedirlər. Yəni bu yəni camını düzəldi, amma belə qalmayacaq. Baxın, üstü belə təmiz oldu. Üstünü də sinəmi zaten düzənlədik. İndi mən keçim bura. Kızlar bitti və yəni çox yoruldum deyirəm. Çünki makyaj məsələn mənim tam bir terapimdir. Yəni çox xoşlayıram, toplamaq olsun, makyaj eləmək olsun, yəni çox sevirəm. Və makyajım da sizin olmadığı üçün bu özümü çox çirkin hiss edirəm, amma yenə də bu videonuzu çatdırmaq istəyirəm. Çünki sizə bir sözüm vardı və neçə vaxt söz demişdim ki, makyajım məsələn düzəlmə sizdən gələcək. Amma elə qalırdı. Amma inşallah bəyənərsiniz. Videoma abunə, kanalıma abunə olmayı, videomu bəyənib yorum atmayı unutmayın. Məncə ən əsaslardan biridir bunlar. Mənə dəstəyiniz cidden mənim üçün çox önəmlidir. Öpürəm hamınızı. Sağ olun, salamat qalın. Digər videolarda görüşərik.